Salam şagirdlər, bugünkü dərsimizin icra olacaq millətin təşəkkülü mövzu 61. Xalq Azərbaycan xalqı formalaşıb ərəb ağalığı dövründə, Azərbaycan milləti formalaşıb 19-cu əsrin ikinci yarısında, yəni Çarizm dövründə formalaşıb. Millətin formalaşması üçün nə lazımdır? Burjuaziya sinifinin yaranması, fəhlə sinifinin yaranması, milli ziyalıların yaranması, vahid bazarın yaranması, iqtisadi əlaqələrin yaranması millətin formalaşması üçün lazım olan amillərdir. Millətin formalaşması ilə paralel olaraq milli hərəkat başladı. Milli hərəkat 3 mərhələyə bölünür. Birinci mərhələ 1875-1904-cü illər, ikinci mərhələ 1904-1917-ci illər, üçüncü mərhələ isə 1917-1918-ci illər əhatə edir və üçüncü mərhələ Azərbaycan Xalq Cümhuriyyətinin formalaşması ilə nəticələnmişdir. Birinci mərhələ milli oyanış mərhələsidir. Bildiyimiz kimi Çarizm dövründə Azərbaycan xalqının oyanışının qarşısını almaq üçün bizi müsəlman adlandırırdılar, Tatar adlandırırdılar. Lakin 1891-ci ildə ilk dəfə olaraq Kəşkül qəzetində Azərbaycan ziyalıları tərəfindən Azərbaycan milləti ifadəsi işlənildi. Kaspi qəzetində Məmməd Ali Şahtaxtlıski tərəfindən Cənubi Qafqazda yaşayan insanların, türk müsəlman əhalisinin Tatar yox, müsəlman yox, Azərbaycan milləti olduğu bir daha qeyd edildi. 1860-cı ildə Zaqatala dairəsi yaranmışdı. Zaqatalada 1863-cü ildə Hacı Mursun başçılığı ilə üsyan baş verib. Üsyanın baş verməsinin səbəbi zoraki xristianlaşdırma, o cümlədən insanların əlindən torpaqlarının alınması, Gürcüstanlı kəndi islahatının keçirilməsi və s. idi. Lakin qüvvələrin qeyri-bərabər olması, zəif silahlanma və digər səbəblər nəticəsində Zaqatala üsyanı məğlub oldu. Üsyan məğlub olsa da nəticəsiz qalmadı və Çar hökuməti Zaqatala bölgəsində 1912-13-cü ilə qədər islahat keçirmədi. Yəni 1913-cü ilə qədər islahat keçirmədi. 19-cu əsrin ikinci yarısında Azərbaycanda xalq hərəkatının geniş yayılmış formalarından birisi qaçaq hərəkatı idi. Bu dövrdə Qaçaq Nəbi, Qaçaq Kərəm kimi, Qaçaq Alı kimi məşhur şəxslər qaçaqlıq fəaliyyəti göstərirdilər. 19-cu əsrin ikinci yarısında Azərbaycanda çox millətli fəhlə sinifi formalaşdı. Fəhlələr öz tələblərini tətil etməklə göstərirdilər. Tətil etmək nədir? Etiraz əlaməti olaraq işi dayandırırlar, bu adamı tətil etmək. İlk fəhlə fəaliyyətləri 19-cu əsrin 70-ci illərində Bakı, Nuxa, Gədəbəydə baş vermişdir. Səbəb nə idi? Səbəb çünki Bakıdan neft sənayesinin fəhlələri, Nuxada ipək sənayesinin fəhlələri, Gədəbəydə isə misərkə sənayesinin fəhlələri vardı və onlar ilk dəfə olaraq tətilləri məhz bu ərazilərdə etmişdilər. 1895-ci ildə isə Bakıda ilk mütəşəkkil tətil keçirildi və bu tətil hərəkatı yapılırsa da fəhlələrin maaşlarının qaldırılması ilə nəticələndi.